Salam, hər birinizi yenidən xoş gördük. Bugün İmadəddin Nəsminin Ağrımaz qəzəli haqqında biraz danışmaq istəyirəm. Ağrımaz qəzəlində şair bizə nələr demək istəyirdi, nələr çatdırmaq istəyirdi? Gəlin bunlara baxaq. Ağrımaz qəzəli şairin təriqət mövzulu şeirlərinə daxildir və belə deyim, mövzu olaraq Ağrımaz qəzəlində mövzusu hürufilik, eyni zamanda hürufiliyin təbliği idi. Yəqin ki, forma xüsusiyyətlərini əsərin bilirsiniz. Lirik növdə yazılmışdı. Beyt, şeir vahidi beyt idi. Şeir şəkli ikilik, əruz vəzini. Deməli, əruz vəznində yazılmışdı. Başqa da bu əsər haqqında qafiyəsindəki, yəqin ki, qəzəlin qafiyəsini bilirsiniz. Birinci qafiyə sistemi necə idi? Cüt-cüt qafiyələnirdi. A şəklində, B-A şəklində, C-A, D-A şəklində qafiyələnirdi və biz buna nə deyirdik? Birinci qəzəlin birinci beytinə mətlə beyt, son beytinə isə məktə beyt deyirdik və sonda belə bir şey deyim sizə. Qəzəlin ümumiyyətlə qəzəldə birinci qəzəlin birinci və axırıncı beytini tapmaq rahatdır. Birinci beytini qafiyələnməsinə görə, cüt-cüt qafiyələnməsinə görə tapırıq. Axırıncı deməli beyti ona görə tapırıq ki, orada adını və ya təxəllüsünü işlədir. Şah beyti necə tapırıq, necə müəyyənləşdiririk? Şah beyt məzmunla bağlı olan bir məsələdir. Məzmunla deməli bağlayırıq. Biz yəni ən belə deyim də hissli, həyəcanlı, daha belə deyim, demək istədikləri hansı hissədə daha qabarıq şəkildə bizə çatdırılıbsa, biz şah beytdə həmin hissəni götürürük. Və bu artıq forma xüsusiyyətindən bağlı bir məsələ deyil, məzmun xüsusiyyətindən bağlı bir məsələ olacaqdır. Hansı bəhrdə dedik yazılmışdı? Əsərimiz Rəməl bəhrində yazılmışdı. Deməli, Allahdan gələn bütün bəlaların, şair Allahdan gəldiyini hesab edirdi və Allahdan gələn bəlaların hamısını əsərin birinci beytini oxuyarkən yəqin görürsünüz ki, Allahdan gələn bütün deməli bəlaları bir zərrə, deməli, neştərdən, yəni o qədər, yəni onun üçün əhəmiyyətsizdir ki, o bəlalar, o bir neştər belə deyim, neştərlə müqayisə edir və onu bütün bəlaların hamısını bir neştərə bənzədir. Yəni o qədər, bir iynəyə bənzədir, o qədər onun üçün əhəmiyyətsizdir. Deməli, başına gələnlərlə razılaşırdımı şair? Həqiqətən onun başına gətirdiklərini, yəni həmin o deməli zahidlər var idi ki, həmin o zahidləri haqlı hesab edirdimi? Biz bu